qazanıblar. 5 ildir məşq edirəm mən bu Marneolu İdman Məktəbində. Yarışda birinci yer oldum, 2 nəfərlə döyüşdüm. İkisi Saqarezodan idi, ikisinə məğlub etdim və baş məşqçimiz Canpolad Budaqova və Faiq müəllim və Müşfiq müəllimə təşəkkür bildirirəm. Marneoludan idmançılar 12 nəfər idmançı çıxdı. 12 nəfərdən 3 dənə birinci yer, bir dənə ikinci yer. O bir idmançılarımız 8 dənə üçüncü yerə çıxdıq. Demək olar ki, 15 idmançıdan 12 dənə nəticə getdik. O cümlədən mən görürəm ki, Marneoluda uçsanda daha da güclü inkişaf edir. Belə getişlə inşallah Marneoludan dünya və Avropa çempionları çıxacaq. O cümlədən mən öz minnətdarımı bildirirəm Marneolu İdman Məktəbinin direktoruna, cənab Mamuka Navilyaniyə. O cümlədən öz minnətdarımı bildirirəm bizim baş məşqçimiz Canpolad müəllim Budaqova, Əli Qəmbərova və Müşfiq Əliyevə. Yəni bunlarsız daha da inkişaf, bunlarla bir daha da ileri gedəcək. My odchodzili Wardshop.